أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli dinleyiciler, təbiidir ki, qrup iştirakçıları, ümumiyyətlə dinləyicilərimiz Allaha iman etmiş insanlardır. Çünki Allaha iman etməyənin burada nə işi var ki, yarım saat oturub da bir dərsi dinləsin? Deməli, Allaha iman edib və bir şeyləri axtarır ki, yaxşı nə var onu edim. Hansı əməldir ki, edirəm pisdir Allah yanında? Biz Allaha iman etmişik deyə, Allahın bizim barəmizdə göndərdiyi ayələri, Rəsulullahın hədislərini dinləyirik. Bəli, məqsədimiz budur, buna heç bir şək və şübhə yoxdur. Ona görə də, dəyərli insanlar, biz zaman-zaman dərslər hazırlayanda, bütün bunlar nəzərə alınır ki, elə yaşayaq ki, ən qorxunc günü peşiman olmayaq. Çünki buradakı peşimançılığın faydası var. Yəni, bugün sən bir söz eşitsən ki, bu düz deyilmiş, səhvini düzəltsən, sənin Rabbin sənə söz verir ki, bilmədən etdiyin bütün o əməllər var ha, onların hamısını doğru edibmiş kimi qeydə alıram. Bəli, insan yanlış yaşadığı dönəmdə bilmədən onu ibadət bildiyi hansı əməli eləyibsə, amma ibadət bilib ha, yəni Allah üçün eləyib. Amma sən demə onu aldadıblar, düz etməyib. Misal üçün, namaz qılıb, düz qılmayıb. Yanlış, özündən namaz qaydası çıxardıb qılıb. Kimlərinisə düzəltdiyi namaz qaydasını. Və yaxud da ki, qurban kəsib, doğru kəsməyib, doğru bölməyib. Yəni, ibadəti zay eləyib əslində. Allah isə belənçiyinə söz verir. Bilmədiyinə görə və bir gün bilib səhvini düzəltdiyinə görə bütün keçmişdə etdiyin yanlışlıqları Allah doğru ibadət olaraq qeydə alır. Ona görə də, dəyərli insanlar, bir söz eşitdiksə, ki o ünvan da, o sözün də ünvanı səhihdirsə, ki siz bilirsiniz bizim dərs qaydalarını. Ancaq Qur'andan və hədisdən sitatlar gətirilir. Və bəzən olur ki, köməkçi söz kimi dahi insanların sözü də deyilir. O da köməkçi söz. Yoxsa biz burada oturub dahi insanların sözünü danışan fəlsəfəçi deyilik. Yəni, bizim məqsədimiz Allahın və Rəsulunun sözləridir. Belə dəyərli insanlar. Bax, bugünkü dərsimizdə də elə bir ciddi mövzuya toxunuruq ki, bu ciddi mövzu nədir? Sənin bir ömür ibadət etdiyin əməl, qiyamət günü Allahın huzuruna qaldırılanda yox ola bilmə ehtimalı var. Yox ola bilmə ehtimalı. Allahın huzurunda qalxdın, Rəbbin namazını qoydu ortaya, dedi, budurmu qulumun namazı? Dedilər, bəli. Dedi, rədd edin bunu buradan. Niyə? İndi sayacağımız 4 şərt onun içində varsa. 4 mövzuya toxunacaq ki, bu 4 mövzu sənin ibadətin içində olsa, o ibadətin batil olacaq Allahın yanında. Baxın, dəyərli insanlar, siz düşünməyin, ha, mənə nə, belə eşitmişdim, belə etdim. Xeyr, sənin Rəbbin zalım deyil. Sənin bilmədən, xəbərin olmadan yaşadığın bir şeyə görə ümidvarıq ki, o bağışlayacaq. Amma sən bilsən,
doğru əməl etsən, o zaman sənin həm garantilənirsən, həm də ki, əməlin, dərəcən yüksək olur. Niyə özünü təhlükəyə atıb öyrənmirsən ki? Və bir də öyrənmək nədir ki, dinləyib öyrənirsən və əməllərini düzəlt. Rəbbinin huzurunda peşimançılıq dəhşət olacaqdır. Əl-Furqan surəsi 23-cü ayədə Allah Subhanahu taala belə buyurmuşdu. Əuzu billahi mineşşeytanirracim. Və qadimna ilə ma amilu min amalin feca'alnahu haba'an mansura. Biz onların əməllərini hesaba alacağıq. Bir çoxlarının əməli havadakı toz danələrinə dönəcək. Onların əməllərini yox edəcəyik. Deməli, Allah Subhanahu taala qəzəblidir. O quluna ki, o qulu Allahın qadağan etdiyi, bax bu sayacağımız 4 məsələni öz ibadətinin içində edibmiş. Ona görə dəyərli insanlar, sayılacaq bu mövzular olduqca önəmlidir. Və siz hamısını da bilirsiniz. Yəni, burada yeni söz eşitməyəcəksən ki, aman Allahım, mən bunu bilmirdim. Hamını bilirsən. Sadəcə olaraq yadına salınır və bir də ki, o əmələ daha diqqətli olmaq üçün sənin diqqətin çəkilir bir istiqamətə. O 4 əməldən birincisi şirkdir. Yəni, Allaha ortaq qoşsan o əməldə, o əməlin batildir. Yəni, qurban kəsdin Allah üçün. Amma dedin, filan ziyarətgaha qurban boyunu almışam. Getdin həmən ziyarətgahda Allah üçün qurban kəsdin. O qurbanın batildir. Hətta onun əti yeyilməz. Çünki Allahdan qeyrisi üçün kəsilmişdi. Çünki orada şirk var. Şirkin bütün detallarına getmirəm. Çünki artıq bilirsiniz, şirk nə mövzudur. Yəni, burada əsas bu 4 məsələni sürətli sizə çatdırmaqdır. Deməli, əməldə şirk olsa, o əməl batil olur. Subutu Əl-Ən'am surəsi 88-ci ayə. Belə buyurmuşdur Rəbbimiz. وَلَوْ أَشْرَكُوا لَحَبِّتَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Əgər onlar bir əməldə mənə şərik qoşsalar, onların o əməllərini puç edəcəyəm. Batil, əməlləri batildir. Habita sözü pozulmuşdur. Yoxdur kitabda. Deyəcəksən, ey Rəbbim, qurban kəsmişəm. Deyiləcək, kitabda yoxdur. Düşməyib kitaba. Və sonra sənə göstəriləcək. Bunu mu deyirdin? Deyəcəksən, bəli, bunu deyirəm. Mən bundan 100 qurban kəsmişəm, misal üçün. Deyiləcək. Allah üçün mü kəsmişdin? Əgər Allah üçün kəsmişdin, orada niyə? O kimin adıydı orada qeyd etdin? Filan kəsə qurban boyunu almışam. Övladın hərbi xidmətdən gəlir, ayaqlarının altında qurban kəsirsən. Ayaq altında qurban kəsdin. Bu Allah üçün olur. Kimin ayağının altında kəsdin sən? Yəni, baxın, bunlar əməlləri batil edir, hələ özümüzü müşrik durumuna salır, bu tamamilə ayrı mövzudur. Yəni, biz burada əməllərdən danışırıq. Bəli, istənilən əməldə şirk oldu, həmən ibadət batildir. Namaz qılır, namaz bitən kimi əllərini qaldırır, ya filan kəs deyə kimləri isə çağırır. Sən indi ibadət etmişdin, ardınca şirk etdin, bütün ibadətin puç olur. Ona görə dəyərli insanlar, qurban kəsəndə, namaz qılanda, dua edəndə, Allahdan qeyrisi çağırılmaz. Əməlləri batil edir. İkinci mövzu bid'ətdir. Bid'ət Azərbaycan türkcəmizə çevirəndə dinə yeni əməlin gətirilməsi.
Bu barədə xüsusi dərslər var və yeni dərs də olacaq konkret bidət barəsində. Yəni dərs sırf o barədə olacaq ki, orada bütün detallar deyiləcək. Amma burada sürətli keçirik deyə konkret bilək ki, bidət dində yeni əmələ deyirlər. Yəni Allahın kitabında, Resulullahın sünnəsində olmayan əməl. Misal üçün, bir insan bir ibadəti edir, o formanı Allah və Rasulü göstərməyib bizə. Nə Allah deyib kitabında, nə də Rasulü onu həyata keçirtməyib. Misal üçün, məclis qurulur, Allahın Rasulunun doğum gününü qeyd edir. Nədir bu? Deyir, ibadət edirik. Resulullahın doğum günüdür. Biz də tədbir edirik. Filan imamın doğum günüdür. Həmən gün namaz qılırsan, nə bilim, neçə rükət, namazda hansı duanı edirsən, Allah sənin günahlarını bağışlayır, hamısı cəfəngiyatdır, hamısı aldatmacadır. Çünki Allahın kitabında, Resulullahın sünnəsində doğum günü qeyd etmək yoxdur. Hətta qadağanı barəsində hədislər vardır ki, Allahın Rasulü buyurmuşdur ki, kim mənim göstərmədiyim, etmədiyim bir əməli edərsə, o əməl batildir. Mən amilə əmələn leysə aleyhi əmruna fəhuvə raddun. Ravahu Muslim. Bu hədisi İmam Muslim rivayet etmiştir. Ayşə radiyallahu anhadan gəlir, anamızdan. Kim bir əməl edərsə, ki mən onu etməmişəm, Allahın Rasulü deyir. Onun o əməli batildir. Vəssalam. İndi ola bilər biri desin, yaxşı biz maşın sürürük, Allahın Rasulü maşın sürməyib. Biz məscidə maşınla getməyək, Allahın Rasulü atla gedib. Atla gedək? Yox. Məlumdur ki, burada ibadətdən söhbət gedir. İbadətin qaydası sosial məsələlərdən deyil, tərəqqidən, texnologiyadan deyil. Əlbəttə ki, təyyarəyə minib həccə gedəcəksən, dəvə ilə getməyəcəksən ki. Çünki nə ilə getmən mühüm deyil. Nə ilə getmən mühüm deyil. Bəlkə də yaxın gələcəkdə tamamilə başqa bir şeylər kəşf olundu, bir saniyəyə bəlkə də həccdə olduq. Bunun onunla əlaqəsi yoxdur. Bu tərəqqidir. İbadət isə həccin əməlləridir. Həccin əməllərində yenilik olmaz. Həccə nə ilə getmən deyil. Məscidə nə geyib getmən deyil. Yetər ki, o geyim qaydası şəriətə uyğun qayda olsun. Bəli, deməli, ibadətin özü yeni olmamalıdır. Namaz qılır, əllərini böyründə salır, böyründə qoyur. Ondan soruşursan, bu nədir? Deyir, bizə belə öyrədiblər. Və bunun tarixini incələyirsən, gedirsən, çıxırsan 1502-ci ilə və yaxud da 1-ci ilə. Kimə? Şah İsmail dönəminə. Deməli, ilk dəfə əllərin böyründə salınmasını Şah İsmail əmr edib. Deməli, Allah əmr etməyib. Rasulullah da əmr etməyib. Deməli, babalarımızı bir gün döyə-döyə, öldürə-öldürə namaz qaydasını dəyişdiriblər ki, bundan sonra belə qalacaq. İndi bizim üzərimizə nə düşür? O səhvi davam elətdirmək, yoxsa bir yerdə durdurmaq. Deməli, o əməl Allahın Rasulundan gəlmir. Kimdən gəlir? Şah İsmaildən. Yaxşı adamdır, pis adamdır, ayrı mövzu. Məsələ nədir? İnsandır, amma Peyğəmbər deyil. Peyğəmbər olmayan birinin gətirdiyi əməli onun öz başına dəysin. Yəni, bizə lazımdır Allahın və Rasulunun bizə öyrətdikləri. Ona görə dəyərli insan, namaz qılırsansa, incələ, axtar, Allahın Rəsulu kimi namaz qıl. Çünki qiyamət günü bütün ibadət növlərini hər xalqın Peyğəmbəri ilə müqayisə olunacaq. Yəni, xristiyanlar gətiriləcək. Həzrəti İsa kimi ibadətləri olsa, keçdi kitaba. Olmasa, əməlləri batildir. Yahudilər də Musa əleyhissalam kimi.
İslam ümməti də Muhammed sallallahu aleyhi və səlləm kimi. Yəni sənin əməlin, sənin peyğəmbərin əməlinə uyğun gəlməsə batildir. Buna da deyirlər bid'a. Bu ikinci məsələ idi. Üçüncü məsələ, yəni əməllərimizi pozan məsələlərdən biri də riyadır. Riya sözü ərəb sözüdür, tərcüməsi göstəriş deməkdir. Yəni özünü göstərmək. Yəni bir ibadət edirsən ki, o ibadətdə özünü göstərirsən. Ki, bir var məni Allah görsün, bir də var məni xalq da görsün. Görsünlər ki, mən necə gözəl namaz qılıram. Nə bilim, həcc ziyarəti edir, özünü videoya çəkir, başqasına verib, o onu çəkir. Bu da Kəbənin kənarında qalıb, qəmgin, əllərini açıb, yəni bu mömindir də, yəni bu necə də təmiz insandır. Kimi görüntü yaradır və insanlara da özdə hamısı bütün dostluğuna qoyur, bütün sosial şəbəkələrdə paylaşılır və insanlar desin ki, bu ibadət edirdi Kəbənin böyründə. Düz adam olar, yaxşı adam olar. Kimi görüntü yaradır. Halbuki ibadəti mümkün qədər gizlətmək lazımdır. İbadəti gözə salmaq olmaz. Sən o şəklini çəkdirdiyin, özünü ibadətdə kimi göstərib, şəkil və video çəkdirdiyin o şeylərə görə bütün o əməllərin batil olur. Minlərlə manat verib həccə getdin, yol yorğunluğu oldu, orada xəstələndin, əziyyət çəkdin, amma ibadətlərini insanlara göstərməklə bütün bunları puç etdin. Sabah Allahın yanında qalxanda, Allahım mən həccə getmişdim. Yoxdur ki o burada. Ona deyiləcək. Sən Maun surəsi 6-cı ayəyə baxmadın, oxumadın Quranı. Ölülər üçün niyə oxutdururdun o Quranı? Diri üçün oxutdurardın ki, anlayardın orada mən nə demişəm sənə. Fəvailun lil musallin اَلَّذ۪ينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ اَلَّذ۪ينَ هُمْ يُرَاءُونَ Vay olsun o namaz qılanların halına ki, onlar namaza səhlənkar gələrlər. Səhlənkar, yəni namaza tənbəllik eləyir. Belə də qışqırırsan zorla gəldi və namazda durub xəyalları orada, burada, ən axırda bilir ki, qutardı, mən çiyinlərə salam verdim. Allah deyir, vay olsun sənin halıva. Sən mənimlə bu cür söhbət edirsən. O şəxsləri ki, vay olsun o şəxslərin halına ki, onlar ibadətlərində göstəriş edirlər. Özünü göstərir. Bunun da detalları var. Yəni, ara bir insan qəlbinə bir göstəriş kimi duyğular gəlir. O vəsvəsədir, o batil etmir. Yəni, sən istəmədən baş verənlərə görə namazın batil deyil. Bunun üçün qorxma. Çünki şeytan bununla da bəzən bizi qorxudur, xeyir əməllərdən məhrum edir. Və bəzi insanlar var ki, ümumiyyətlə əməli tərk edir. Deyir ki, neynim, içimə cür və cür fikirlər gəlir, özünü göstərmək kimi. Qorxma, bu o deyil. Göstəriş bilirsən nədir? Sən bilirsən ki, göstərirsən özünü. Bu odur. Bir də var, içinə fikirlər gəlir. Mənim bu əməlim özünü göstərməkdir, görərsən, narahat olursan. Sən narahatsansa, deməli göstərmirsən. Göstərən kimdir? Çaba göstərir ki, məni görsünlər. Gedir özünü gözə salır. Gedir ən qabaqda qalır ki, məni görsünlər. Qabaqda qalmaq ən fəzilətli ibadətdir. Amma özünü göstərmək üçün gedənlərin vay halına. Özünü göstərmək üçün səsini qaldırır. Çəkiliş edir. Və yaxud da ki, pul xərcləyir, adam yığır evinə ki, mənim evimə gəlib görsünlər ki, mən də bu ibadət əhliyəm və söhbət açır, heç bundan soruşan yoxdur, mənasız yerə deyir, bu günlərdə rahat yatmadım, niyə gecə namazına durmuşdum kimi yersiz ibadətləri dilə gətirir. Deməli, göstəriş odur ki, sən bilirsən ki, bu göstərişdir və o məqsəd ilə bunu edirsən. O əməl batildir. Hədis-i Qudsidə Allah Subhanahu taala belə buyurmuşdu.
Mən əmələ əmələn əşrəkə fihi qeyri təraktuhu və şirkihi. Ravahu Muslim. Bu hədisi İmam Muslim rəvayət etmişdir. Allah belə deyir: kim mənə bir əməl edər və həmən etdiyi əməlin içinə başqasını da salarsa, yəni mənim üçün edirdi, başqasını da o niyyətə salsa, mən onu da, onun o əməlini də tərk edərəm. Yəni ataram onun əməlini də, onun özünü də bir tərəfə. Lazım deyilsən, nə sən, nə sənin əməlin. Özünü ona buna göstərirsən. Və qiyamət günü də ona deyəcək. O deyəndə ki, ey Rəbbim, hanı filan əməllərim? Allah ona deyəcək, sən onu mənim üçünmü etmişdin? Əlbəttə ki, orada Allahla cəhd olmaz. Yəni o bilir ki, Allah nə dedi, başını aşağı salacaq. Və Allah deyəcək, həmən əməli kimə göstərmişdinsə, ged ondan al. Get ondan istə mükafatını. Mənə göstərərdin özünü, məndən istəyərdin. Ona mı göstərdin, ged ondan al. Deməli, üçüncü məsələ riya idi ki, diqqətli olaq, ibadəti sırf Allah üçün edək, məqsədimizə riya daxil etməyək. Çünki riya da əməli məhv edir. Dördüncü, minnət. Yəni, başa qalxmaq. Sərkiyə deyərlər. O sərkiyə sözü fars sözüdür. Yəni, başa qalxmaq. Ana dilimizdə budur. Ərəbcəsi minnətdir. Minnət nə zaman baş verir? Yəni, sən bir nəfərə bir yaxşılıq etdin Allah üçün, onun mükafatını aldın. Mükafatın düşdü kitaba. Bir zaman keçdi, onunla nəsə söz-söhbətin oldu, ona qayıtdın dedin ki, sənə verdiklərin burnundan gəlsin. Və yaxud da ki, başqa yerdə deyirsən, onun üçün elədiklərim onun burnundan gəlsin. Bax, getdi hamısı. Bütün əməllər getdi. Onun burnundan da gəlməyəcək. Niyə gəlsin ki? Onun ehtiyacı var idi, sən də ona yaxşılıq etmişdin. Allah üçünmü etmişdin? Yaxşı, Allah üçün etmişdinsə, onun burnundan gələndə, yəni o xəstələnsə, evində bir hadisə baş versə, sən nə uğur qazanacaqsan ki? Bir dənə öfkən yatacaq, hirsin yatacaq, amma gör nəyi itirəcəksən? O böyüklüklə mükafat getdi, çünki minnət qoydun. Bakara surəsi 264-cü ayədə Allah Subhanahu taala belə buyurmuşdu. Ya eyyuhellezine amenu la tubtilu sadaqatikum bil manni vel aza. Bu ayənin bir hissəsindədir. Allah Subhanahu taala deyir: ey iman edənlər, özü də möminlərə səslənir. Yəni ey insanlar demir, möminlər. Verdiyiniz sədaqələri minnət ilə, əziyyət ilə batil etməyin. La tubtilu, tubtilu yəni batil etməyin. Deməli, verdiyin sədaqəni minnət qoymaqla batil edirsən. Etmə, ey Allahın qulu. Ona yaxşılıq etmişdinsə və sonradan aranızda nə ayrılıq olursa, eybi yox, bu ayrılığın bir gün sonu var. Ayrılanlar bir gün barışırlar. Barışanlar bir gün küsürlər. Bu hər ikisi insan həyatında baş verir. Amma bilirsən, ən qorxunc nədir? Qorxunc küsmək deyil. İnsanın o qədər küstüyü adamlar var ki, o küstüyünü xatırlayanda, heyf o dostumdan. Çaş ki, bir dəfə də onunla dostluq edə biləydim. Deyiləcək dostlarımız olub həyatımızda. Amma insan da var ki, onunla etdiyin dostluq yadına düşəndə, insan xəcalət təri tökür ki, o cür şərəfsiz adamla mı mən dostluq etdim? Mən onun evində çörək yemişdim. O məni insanların içində dedi ki, mənim çörəyimlə bəyəlmisən. İndi mənə qarşı çıxırsan. Və yaxud da ki, sənə etdiklərin burnundan gəlsin. Və yaxud da ki,
Sənin üçün etdiklərimi get gətir qaytar mənə. Vay sənin halına vay. Əgər bu sözü bu cürə deyirsənsə. Deməyin, dəyərli insanlar. Tövbə edək. Belə sözlərimizi dilimizdən yığışdıraq. Etdiyin yaxşılıqları başa qalxma. Bu, inanırsan ki, elədiyin yaxşılığı 100 dəfə ondan ağır günaha çevirirsən. Çünki etməsəydin o qədər də pis deyil idi. Maksimum o adam düşünərdi ki, əlində imkanı ola, mənə yardım etmədi, mənim evim əziyyət, balalarım, övladlarım, əziyyət çəkdik biz. Maksimum belə deyər. Amma sən ona yaxşılıq edib də sonra onu alçatman, o onun üçün dəhşətdir. Çünki qürurlu insan başqasından alıb yediyi onun həmişə xəyallarında olur. O həmişə ondan utanır, əziyyət çəkir. Hətta Allahın Resulü sallallahu aleyhi və səlləm demişdi ki, verən əl alan əldən üstündür. Təsəvvür et, sən verirsənsə bir yardımı, o biri alırsa, sən sevincdən özünü yüksək görürsən, niyyətdə yox ha, yəni sevinirsən ki, mən yaxşılıq edirəm. O isə onu səndən aldığına görə əriyir, aşağı girir, yerə girir, utanır. Amma qüruru, şərəfi vardır, özünü o qədər də sındırmır. Yəni, belə hallardan istifadə etmək olmaz, dəyərli insanlar. Deməli, bu 4 əməl ki var idi, şirk, bidət, riya, bir də minnət. Bunu həyatımızdan çıxardaq, dəyərli insanlar. Həyatımızın heç bir sahəsində bunu saxlamayaq. Çünki bunlar bizi həm Allahın düşməni, həm də özümüzün düşməni edir. Və hətta xalqlara belə bizi düşmən edir bu xəsiyyətlər. Allah bizə yardım etsin, bu xisləti öz üzərimizdən tamamilə ata bilək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.